Salam, bugün sizlərə FET interaktiv platforması vasitəsilə kimya fənninin tədrisini izah edəcək. FET Azərbaycan platformasına daxil olmaq üçün siz Google üzərindən FET Azərbaycan yazaraq qarşınıza çıxan ilk sayta daxil olursunuz. Sayta daxil olduqdan sonra bizə lazım olan əsas hissə ekranın sağ yuxarı küncündə gördüyünüz bu daxil olun düyməsidir. Bu düyməyə toxunduqda bizim qarşımıza gördüyünüz bu ekran açılacaqdır. Burada qeydiyyatdan keç bölməsinə biz daxil oluruq. Qeydiyyatdan keç düyməsinə daxil olduqda gördüyünüz bu bölmələri doldurmaq lazımdır. Bunun üçün siz burada istədiyiniz bölməni doldura bilərsiniz. Müəllim, hazırlıq müəllimi, tərcüməçi və s. Müəllim bölməsini biz toxunuruq. Yaşım 13 və daha artıq olduğunu təsdiq edirəm düyməsini və FET-in məxfilik siyasəti razıyam bölməsinə toxunaraq növbəti düyməsinə toxunursunuz. Gördüyünüz bu səhifədə siz lazım olan məlumatları qeyd etməyiniz lazımdır. Əsas elektron poçt ünvanı, əgər ikinci bir poçt ünvanınız varsa onu qeyd edə bilərsiniz. Poçt ünvanını yenidən daxil edirsiniz. Şifrə təyin edirsiniz. Gördüyünüz kimi ad, soyad, ölkə, şəhər. Bu məlumatları müvafiq xanalara doldurub növbəti düyməsinə biz basdıqda bizim qeydiyyatımız tamamlanmış olacaqdır. Mənim hal-hazırda aktiv bir qeydiyyatım olduğundan gəlin sizə birbaşa olaraq FET-ə aktiv qeydiyyatdan necə daxil olmaq lazım olduğunu göstərim. Bəli, elektron poçt ünvanı. Daha sonra şifrə. Bəli, hər hansısa bir ya şifrə, ya elektron poçt ünvanında səhvlik var. Şifrəni yenidən daxil edirik. Bəli, gördüyünüz kimi ana ekranda, FET ana ekranında bu səhifə açılacaqdır və bizim qeydiyyatımız artıq tamamlanmış olacaq. Mən hal-hazırda öz profilimə daxil olmuşam. Bunu daha dəqiq öyrənmək üçün siz də ekranın sağ küncündə bu işarəyə gəlirsiniz. Əgər sizdə də belə bir yazılar ekrana çıxsa, demək ki, sizin qeydiyyatınız tamamlanmışdır. Qeydiyyatdan keçdikdən sonra, yəni FET-ə daxil olduqdan sonra bizə əsas lazım olan hissə simulyasiyalar bölməsidir ki, bu bölməyə gəldikdə siz qarşınıza çıxan bu bölmələrdə fənlərin siyahısını görürsünüz və bizə əsas lazım olan hissə tərcümə olunmuş simulyasiyalar bölməsidir ki, bura daxil oluruq. Qarşınıza çıxan bu ekranı aşağı sürüşdürərək Azərbaycan dili bölməsini tapırıq və Azərbaycan dilinə toxunuruq. Daha sonra gördüyünüz kimi simulyasiyalar ekranında üzə çıxacaqdır. Biz hal-hazırda kimya fənninin tədrisi ilə bağlı məlumat göstərdiyimizdən biz ekranın sol hissəsində fənn bölməsinə gəlirik. Fənn bölməsinə toxunduqda gördüyünüz kimi burada fənlərin filtrasiyası mövcuddur. Yəni fizika, riyaziyyat, kimya, coğrafiya, biologiya, istədiyiniz fəni və simulyasiyaları görmək üçün burada fənləri seçimindən seçə bilərsiniz. Biz kimya fənnini seçirik. Bəli, kimya fənninə aid olan bütün simulyasiyalar ekranda gördüyünüz səhifədə sizin qarşınıza çıxacaqdır. Gəlin sizinlə birbaşa simulyasiyaya daxil olaq və simulyasiyanın işləmə prinsiplərini izah edək. Məsələn, molekul yarat simulyasiyasına biz daxil oluruq. Simulyasiyaya daxil olmazdan öncə sizə lazım olan əsas bölmələr, bu ekranda gördüyünüz bölmələr, ekranın sol hissəsində gördüyünüz kimi simulyasiyanı yükləmək düyməsi var. Biz simulyasiyanı yükləmək düyməsinə toxunduqda gördüyünüz kimi avtomatik olaraq simulyasiya cihazınıza yüklənir və siz daha sonra offline şəkildə də bu simulyasiyadan istifadə edə bilərsiniz. Bundan başqa, ekranın aşağı sürüşdə gördüyünüz kimi simulyasiya daxilində mövcud olan başlıqlar, yəni mövzu başlıqları, molekulyar formula, quruluş, izomerlər, molekullar. Daha sonra öyrənmə məqsədləri nümunəsi ki, müəllimlər bu nümunələrdən tədris zamanı rahatlıqla istifadə edə bilərlər şagirdlərə izah üçün. Tədris resursları. Tədris resurslarına biz gəldikdə bizim qarşımıza müəllim məsləhətləri gördüyünüz kimi ekranda qarşınıza çıxacaqdır. Müəllim məsləhətlərini siz onlayn şəkildə bu bölmədən yükləyə bilərsiniz. Müəllim məsləhətlərini yükləyin PDF və daha sonra offline şəkildə bu müəllim məsləhətlərini istifadə edə bilərsiniz. Məsələn, PDF bölməsinə toxunduqda gördüyünüz kimi müəllim məsləhətləri yüklənmiş olacaqdır. Daha sonra gəlin simulyasiyaya birbaşa daxil olaq və necə işləyir bu barədə məlumat verək.
bir neçə saniyə ərzində simulyasiya açılacaq. Simulasiyada gördüyünüz kimi tək çox saylı oyun meydançası. Bu bölmələr simulyasiyadan simulyasiyaya görə dəyişir təbii ki. Biz hal-hazırda molekul yarat simulyasiyasının daxilindəyik. Tək bölməsinə biz toxunuruq və gördüyünüz kimi simulyasiya daxil olduqdan sonra bizim qarşımıza simulyasiya daxilində belə bir sxema çıxacaqdır. Burada biz mövcud molekulları müvafiq xanalara yerləşdirməyimiz lazımdır. Gəlin birlikdə simulyasiyanı həll edək. Gördüyünüz kimi hal-hazırda bizim qarşımızda iki molekulyar qaz verilmiş: hidrogen, oksigen. Oksigeni biz ekranın istənilən bir hissəsinə gətiririk. Daha sonra hidrogeni gətiririk. Bir daha hidrogeni gətiririk. Və gördüyünüz kimi artıq müvafiq xanada göy rəngli ox işarəsi çıxacaqdır ki, bu deməkdir ki, siz hazırladığınız bu molekulu bu xanaya yerləşdirməyiniz lazımdır. 3D formatında hal-hazırda H2O molekulyarının təsvirini siz görürsünüz. İki şəkildə bu təsviri görə bilərsiniz. Bu şəkildə və yaxud da ilk şəkildə. Daha sonra gördüyünüz kimi müvafiq xanaya yerləşdirdikdə bizə sarı şəkildə xana sarı şəkildə yanacaq və demək ki, siz simulyasiya üzərində doğru irəliləyirsiniz. Daha sonra biz növbəti molekulları xanalara yerləşdirək. Məsələn, karbon, oksigen, bir daha oksigen, karbon dioksid. Hal-hazırda karbon dioksidi biz müvafiq molekul xanasına, burada karbon dioksid CO2 xanasına yerləşdirməyimiz lazımdır. 3D-yə yenidən toxunduqda biz yaratdığımız molekulun formasını, şəklini burada görə bilərik. 3D formatında dəyişdirdikdə bu formada da siz molekulu görə bilərsiniz. Daha sonra bunu bağlayırıq və karbon dioksidi biz karbon dioksid bölməsinə gətirdik. Gördüyünüz kimi bu simulyasiyada qazları, yəni molekulları müvafiq xanalara yerləşdirərək davam edirik. Gəlin bir də azotu yoxlayaq. Azotu ekranın müəyyən hissəsinə gətirdik. Daha sonra bir azot daha gətirdik. Molekulyar azot, biz molekulyar azotu müvafiq xanaya yerləşdirməliyik. 3D formatında təsvir. Bir daha təsviri bağlayırıq və biz molekulyar azotu gördüyünüz bu verilmiş müvafiq xanaya yerləşdirdik və budur. Simulyasiyamız bu şəkildə növbəti səhifələrdə də irəliləmiş olacaqdır. Bəli, simulyasiya haqqında bu qədər. Diqqətiniz üçün təşəkkürlər.